Hər kəs nitqini düzəltmək istəyir və gözəl danışmaq istəyir. Amma bir biləsiniz ki, bunun nə mən, nə heç bir nitq təlimçisi möcüzə şəklində sizin ağzınıza qoya bilməz. Mütləq şəkildə siz dərslərdə verilən tapşırıqları yerinə yetirməlisiniz. Gərgin çalışmalısınız ki, yaxşı nəticə əldə edəsiniz. Çünki sizin yaxşı nəticə əldə etməyiniz sizin qədər məni də sevindirir, mənə də xoşdur. Və bir çox dərslərə qatılan insanlarda mən bunu hiss edirəm. Məsələn, ekspres proqramı götürək. Ekspres proqramda bizdə 12 dərsdir. Onun 6-sı əyanidir, 6-sı qiyabidir. Siz 12 gün ərzində dayanmadan nitqlə məşğul olaraq maraqlı bir nitq əldə edirsiniz. Amma bunun üçün gərək 100% çalışasınız. Çünki möcüzənin hamısını müəllim eləmir. 50%-i sizin çalışqanlığınız, 50%-i mənim ötürdüyüm biliklərdir. Ona görə də nitqinizi düzəltmək istəyirsinizsə, nəzərə alın. Bu elə-belə təlimlər deyil. Bura qatılanda gərgin çalışmalısınız. 12 gün ərzində dayanmadan, bir gün də dayanmadan çalışıb qəşəng nəticə əldə etməliyik.